Kızlar, yeni minik bir alışverişimi yine bugün sizlə bölüşmək istəyirəm. Keçən dəfə paylaşanda gördüm çoxlarının bir saniye. Keçən dəfə paylaşanda gördüm çoxlarının marağını çəkdi. Dedim qoy yeni aldığımı da sizlə bölüşüm. Bugün Sun Life şirkətindən Alman istehsalı olan Omega 3 almışam. Gəlin sizə arxa kamera ilə göstərim. Deməli, qızlar, bu yaddaşı və zehni gücləndirir, depressiya və stres riskini azaldır, sonra Alzheimer'dır, sonra demensiya riskini aşağı salmağa kömək eləyir, ürək-damar sisteminə xeyirdir, göz sağlamlığına xeyirdir. Hamiləlik zamanı da işlədə bilərsiniz. Ana bətnində uşağın sinir sistemi və beyin inkişafı üçün idealdır. Yəni, bu arada erkən doğuş riskini də azaltmağa kömək edir. Yəni, bildiyiniz hər şey üçün faydalıdır. Daha sonra oynaq ağrıları, daha sonra iltihablı xəstəliklər üçün də köməkli göstərir. Yəni, bildiyiniz hər dərdə dəva. Onsuz omega 3 balıq yağı içənlər faydalarını bilir. İçə bilərsən. Uşaqlar da, böyüklər də istifadə eləyə bilərlər. Hətta siftəsini eləyək məncə. Bir dənə su gətirin, içək elə özümüz. Hal-hazırda yeni uşaq dünyaya gəldiyi üçün mən özüm də maksimum dərəcədə bol vitamin qəbul eləməyə çalışıram ki, ona da bir xeyri olsun yediyi qidadan. Ona görə həm uşaqlar üçün, həm özüm üçün seçirəm vitaminlər alıram. Daha öncə D vitamini almışdıq bildiyiniz kimi. Sonra Rabia üçün multivitamin almışdım. İndi də bu omega 3 həqiqətən Alman istehsalıdır deyə çox xoşumuza gəldi, çox keyfiyyətlidir. Aldığımız səhifəni də aşağıya etiketləyirik. Şəhriyar da içir. Yəni ortaq oldu da bizə. Xeyirli də. Ya Allah. Açılış elədilər. Yarasın. Dadı pis ola bilməz. Balıq tamı vermir qəti surətdə. Yarasın, nuş olsun. Hə. Yox, onu hər gün içərsən. Bir günə 2 dənə çoxdur. Mənim oğluma da ver omega. Yox, ona hələ tezdir. Omega rəyindədir.